My sculpture derives its inspiration from an ancient fish found in Mehergarh that is 9,500 years old. Since I believe that human heritage is a common heritage, therefore I brought the fish from Mehergarh to Baku for the symposium, and I'm trying to gift my fish to the citizens of Baku. Mən öz əsərimdə lövbəri təsvir etmişəm, Xəzərin qurumasından təsirlənmişəm. Lövbərin oturduğu hissəni isə güzgü etmişəm ki, Xəzərlə empatiya qura bilir. The title of my work is Monument for the Lost Drop. So, because on the first glance you don't see that it has something to do with water. But if you look in the middle, there is this void, this free place, and this place, this form has the form of a drop. İnstallasiyanın adı Suyun Sümükləridir və əsas mesaj ondan ibarətdir ki, ekologiyanın çirklənməsi ilə balıqların tam məhvinə getirib çıxara bilər və balıq məhv olanda ondan müəyyən vaxt ərzində bir skelet qalır. Lakin o dərəcəyə gəlib çıxa bilər ki, artıq sümüklər də qalmır və onun yalnız vizual forması insanların yadında qala bilər. Ona görə də mən installasiyamda ancaq onun yadda qalan formasını təsvir etməyə çalışmışam. The name of my work is movement in the definite space. In the universe, everything is move and continuously change form. So here I have two ellipses. They are connected with many connections. That is possibility of more other volumes and more other forms. Bu əsərdə bizim uşaqlıq nostalgiyamızdır. Həmin o nostalji hisslər suya buraxdığımız gəminin necə axmağı, o bizim xoş xatirələrimizdir. Gərək biz də cəmiyyət suyu qoruyaq, cəmiyyət olaraq ki, gələcək nəsillər də bizim yaşadığımız bu gözəl hissləri yaşaya bilsin. The name of my sculpture is Dance of the Water, but the first things remind me Baku is the wind, so my idea comes from the wave of the sea, and so when the wind comes, some part of my sculpture can move. In this way, I want to show this dance of the water.